Ağdərə rayonunun yenidən qurulan Suqovuşan kəndində bugündən yeni tarix yazılmağa başlanır. Bu tarixdə kəndin doğma sakinləri ilə birgə rifah, çiçəklənmə, canlanma dövrü əks olunacaq. 32 ildir Respublikanın müxtəlif yerlərində yataqxana, sanatoriya və inzibati binalarda məskunlaşan ağdərəlilər bugün doğma yurdlarına qayıdırlar. Ürəklərində həyəcan və qürur, üzlərində qələbə sevinci ilə yola çıxıblar. Mən Ağdərə rayonunun Umutlu kəndindən məcburi köçkün olmuşuq. İndi rəhbərimizin, xalqımızın, bizi sevənlərin hamısının sayəsində öz torpaqlarımıza qovuşmuşuq. Allah onlara dəyməsin, sizləri də Allah qorusun. Doğma yurdumuza gedirik. Allah'ın bu gününə şükür. Allah şəhidlərimizə rəhmət eləsin. Allah ordumuzu qorusun, xalqımızı qorusun. Şükür ki biz bugün öz doğma torpaqlarımıza qayıdırıq. Bütün məcburi köçkünlər bizim kimi öz vətənlərinə, öz doğulduqları torpaqlara qayıtsınlar inşallah. Böyük xoş günümüzdür. Allah prezidentimizin canını sağ eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizin canını sağ eləsin. Allah ordumuzu saxlasın. Hamını təbrik edirəm köçkünlərimizi. Şəhid ailələrinin qarşısında baş əyirəm. Allah onların ruhunu şad eləsin. Olan valideyninə səbir versin. Azərbaycan xalqının gözü aydın olsun. Hamı öz torpağımıza, öz vətənimizə məskunlaşırıq. Allah sizləri də var eləsin. Cənab prezidentimiz sağ olsun ki, bizi bugünkü günə çatdırıbdır. Bu mərhələdə Suqovuşan kəndinə 53 ailə, 174 nəfər köçürülür. Qeyd edək ki, Ağdərə rayonuna qayıdış Həsənriz kəndi ilə başlayıb. Bu il martın 3-də kəndə 25 ailədən ibarət 91 nəfər köçürülüb.